Tarixin ironiyasına bax ki, insanlığa yazı kimi dəyərli bir resursu bəxş edən Şumerlilər 2000 ildən çox bir müddət boyunca tarixin tozlu künclərində itib batacaqdılar. İnsanlıq tarixində ilkin kəşflərin çoxunu həyata keçirərək ən qədim sivilizasiyanın banisi olan Şumerlərin töhfələri qədər onların kəşf edilmə tarixi də diqqətə layiqdir. Arxeoloqlar 19-cu əsrin ortalarından etibarən Bibliyaya və Yunanlılara aid ədəbiyyatda adı keçən Aşşur və Babil dövlətlərinin şəhərlərini tapmaq üçün hərəkətə keçmişdilər. Bu qədim şəhərlərdə aparılan qazıntılar minlərlə kiçik gil lövhələrin üzərində yazılmış mix yazılarının kəşf edilməsi ilə nəticələnəcəkdi. Amma kiminsə ağlına da gəlməzdi ki, bu yazını ixtira edənlər həmin ana qədər mövcudluğu belə bilinməyən Şumerlilərdir. 19-cu əsrə qədər torpaq altında qalmış, unudulmuş mədəniyyətlər 1-2 əsr içərisində tam şəkildə necə aydınlaşdırıldı? Bu prosesi tam başa düşmək üçün ilk növbədə Akkad dilinin aydınlaşdırılmasına göz gəzdirməliyik, hansı ki, qədim fars dilinin oxuna bilməsindən sonra baş vermişdi. Ona görə də tarixi səyahətimizə qədim fars yazılarının müəyyənləşdirilməsi ilə başlayırıq. Əvvəla onu deməliyik ki, Əhəmənilər dövrünə aid tapılan bir sıra kitabələr 3 dildə yazılmışdı. Bunlar sırasıyla fars dili, Elam dili və Akkad dili idi. Yəni ki, bu kitabələr eynilə Rozetta daşının daşıdığı funksiyanı yerinə yetirirdilər. Ümumiyyətlə Persepolis ətrafındakı xarabalar haqqında Avropalılara hələ 15-ci əsrdə Ağqoyunlar dövlətinə səfir təyin edilmiş Venesiyalı Iosafat Barbaro məlumat vermişdi. Mix yazılarının olduğu ilk kitabələri Avropaya gətirən və eləcə də onları ilk dəfə köçürərək Avropada yayan isə İtalyan səyyah Petra della Valle olmuşdu. 1778-ci ildə isə Karsten Niebuhr Persepolisdən tapılan 3 ədəd tam kitabəni ilk dəfə dəqiq və doğru köçürərək bu yazıların hər birinin fərqli yazı növü olduğunu, amma yanlışlıqla fərqli dillərə aid olmadığını düşünmüşdü. Niebuhr 3 yazıdan birincisində, yəni qədim fars dilində yazılanda yalnız 42 işarə olduğu üçün bunun əlifba metodu ilə yazılan yazı sistemi olduğunu kəşf etmişdi. Bundan 20 il sonra Niebuhrun köçürmələri üzərində işləyən Olaf Tixen və Friedrich Münter yazılarda tez-tez görünən işarənin sözləri ayırmaq üçün istifadə edildiyini kəşf etdilər. Bu sayədə artıq sözlərin harda başlayıb, harda bitdiyini qavramaq daha asan olmuşdu. Bundan əlavə, Münter kitabədəki hər üç dilin bir-birindən fərqli dil olduğu qənaətinə də gəlmişdi. Artıq demək olar ki, mix yazılarının sirlərini açmaq üçün hər şey hazır idi. Amma demək olar ki, çünki dolayı yolla özlərinin də xəbəri olmadan bu işə töhfə verən iki şəxs olmasaydı, bu yazıları qavramaq edildiyindən daha da uzun bir zaman alacaqdı. Bunlardan birincisi Anquetil Duperron Hindistanda Avestanın əlyazmalarını toplayaraq tərcümə etmiş və qədim fars dili ilə bağlı öyrəndiklərini nəşr eləmişdi. Əlavə olaraq Sylvester de Sacy Sasani dövrünə aid Pəhləvi dilindəki kitabələrdə müəyyən bir qəlibin olduğunu aşkarlamışdı. Bu qəlibə görə ilk öncə kralın adı, daha sonra onun titulları, daha sonra atasının adı, atasının titulları və beləcə bu qəlib təkrarlanaraq davam edirdi. Friedrich Münter bu iki fransız tədqiqatçının işlərini Əhəməni dövrünün yazılarına tətbiq edərək, kral sözünün digərlərindən daha çox təkrarlandığını üzə çıxardı. Bu krallarla bağlı qəlibi ağlında tutaraq, Niebuhrun köçürdüyü yazıları tam oxumağı bacaran ilk şəxs isə Alman filoloq Georg Grotefend idi. O çox yaradıcı bir üsulla qədim fars dilindəki yazıları oxumağı bacarmışdı. İlk öncə kral sözündən əvvəl gələn sözün hər iki kitabda dəyişdiyini və birinci yazıdakı həmin sözün ikincinin sonlarında da istifadə edildiyini müşahidə edərək, bu sözlərin iki Əhəməni kralının adlarını bildirdiyini və bunlardan birinin də digərinin oğlu olduğunu aşkarlamışdı. Daha sonra Yunan mənbələrindən məlum olan Əhəməni hökmdarlarının adları və soy köklərini araşdıran Grotefend, kitabədəki hökmdarlardan birinin atasının kral tituluna malik olmamasına diqqət yetirdi. Beləcə, o bu hökmdarın ya böyük Dara, ya da ikinci Kir olduğu qənaətinə gəldi. Bu iki seçim arasında həlledici amil isə hökmdarların atalarının və oğullarının adları idi. Birinci yazıda kralın atası və oğlu üçün fərqli işarələr istifadə edildiyindən Grotefend düzgün olaraq bu kralın Daradan başqa biri olmayacağını təxmin etdi. Çünki ikinci Kirin həm atasının, həm də oğlunun adı Kambiz idi. Grotefendin bu nailiyyətlərinə baxmayaraq, onun tərcümələri mükəmməldən çox uzaq idi və həmçinin Persepolis ətrafında tapılan kitabələr qısa olduğundan Grotefendin tərcümələrini dolğun bir lüğət əsnasında yoxlayıb təsdiqləmək çox çətin idi. Buna baxmayaraq, Eugen Burgnuff və Christian Lassen kimi şərqşünaslar bu tərcümələrin əsasında qədim fars dilinin əlifbasını tərtib etməyə başladılar. Bu dilin şifrələrini tam olaraq açan isə bu mövzuda tarixin ən görkəmli 3 şəxsindən biri Henry Rawlinson idi. Hətta istər Akkad dilinin, istərsə də Şumer dilinin aydınlaşdırılmasında birbaşa rol oynayan bu şəxslərə görkəmli şumeroloq Samuel Kramer mix yazılarının müqəddəs üçlüsü adını qoymuşdu.
Maraqlısı bundadır ki, Rawlinson Ost-Hind şirkətinin ordusunda xidmət göstərən bir əsgər idi və 1835-ci ildə Həmədan yaxınlığındakı kitabələri fars dilini bildiyindən Grötefen və ondan sonra gələnlərin işindən xəbərsiz bir şəkildə oxumağı bacarmışdı. Bundan sonra onun şansına İranda gəzərkən Kirmənşah yaxınlığındakı məşhur Bisütün kitabəsi çıxdı. Bu kitabə ona görə əhəmiyyətli idi ki, üzərində həddindən artıq çox sözlər, yer adları və insan adları yazılmışdı və eyni zamanda Rawlinsona qədər heç kəs bu kitabəni köçürməmişdi. Çünki digərlərindən fərqli olaraq Bisütün kitabəsi yerdən 100 metr yüksəklikdə, dağda bir daş relyef üzərində yazılıb. Buna baxmayaraq, Rawlinson növbəti 2 il ərzində çox çətin şərtlər altında əzmkarlığı sayəsində fars dilindəki hissənin yarısını köçürməyi bacardı. Hərbi vəzifəsindən dolayı 1844-cü ilə qədər bu işlərlə məşğul ola bilməsə belə, vəzifəsi bitən kimi Bisütuna qayıdaraq həm fars dilindəki hissənin qalanını, həm də Elam dilinə aid hissənin tamamını köçürərək hesabatını Kral Asiya cəmiyyətinə göndərdi. Bu məsələdə son nöqtəni isə müqəddəs üçlünün bir digər üzvü olan Edward Hinks qoydu. O da yazılar üzərində Rawlinsondan asılı olmadan ayrılıqda eyni nəticələrə gəlmişdi. Üstəgəl, Hinks qədim fars dilinin tam da müasir mənada əlifbə metodu ilə yazılmadığını, bəzi işarələrin samit və sait birləşməsini, yəni hecanı bildirdiyini üzə çıxarmışdı. Artıq qədim fars dili tam olaraq açıldığı üçün sıra o ana qədər bilinən adı ilə Babil və ya Aşşur dilində idi. Bu arada 1845-ci ildə Henry Laird apardığı qazıntılarla qədim Nimrud və Nineva şəhərlərini aşkarlamışdı. Onun bu sahədəki ən böyük uğuru isə heç şübhəsiz Hörmüzd rəssamla birlikdə Aşşurbanipalın kitabxanasını kəşf etməsi idi. Bu sayədə mix yazılarla yazılmış minlərlə gil lövhəciklər tədqiqat üçün fərqli aşşuroloqlara göndərildi. Alimlər bu yazı növünün Persepolis və Bisütün kitabələrindəki 3-cü yazı növü ilə eyni olduğunu bilsələr belə, ilk başda Akkad dilini aydınlaşdırmaq heç də asan deyildi. Buna səbəb qədim fars yazılarında 42 işarə olduğu halda Babil kitabələri 100-dən çox işarədən ibarət idi və hətta bəzən eyni işarələr forma və şəkil etibarilə azca fərqlənirdi. Bu problemin xilaskarı yenə də müqəddəs triadadan biri idi. Edward Hinks Akkad dilindəki yazının həm heca üsulu ilə, həm də loqoqramlar vasitəsilə yazıldığını aşkarladı. Yəni ki, bir işarə bir hecanı bildirə biləcəyi kimi eyni işarə tam sözü də göstərə bilərdi. Edward Hinks qədim fars dilində yazılan yer və şəxs adları sayəsində Akkad dilində xeyli sait, heca və loqoqramları müəyyənləşdirməyi bacardı. Onun ardınca Rawlinson 1847-ci ildə yenidən Bisütuna qayıdaraq kitabənin son hissəsini, Akkad dilindəki yazıları da tam köçürərək mühüm kəşflər ortaya qoydu. Rawlinson artıq təqribən 150 işarəni oxuya bilirdi və 200-ə yaxın sözün mənasını da aydınlaşdırmışdı. Onun kəşflərindən ən müzakirəlisi isə Babil şriftindəki hər işarənin fonetik olaraq birdən çox səsi ifadə etməyi idi. Dövrün bəzi filoloqları bu kəşfə şübhə ilə yanaşmış və Rawlinsonla Hinksi şiddətli şəkildə tənqid edib, onların gördüyü işi əhəmiyyətsiz belə hesab etməyə başlamışdı. Bu tənqid yağışından onları xilas edən isə üçlünün ən gənci Julius Oppert idi. O 1855-ci ildə Hinks və Rawlinsonun gördüyü işlərin doğru olduğunu göstərməklə yanaşı, Akkad dilinin müəyyən edilməsinə öz töhfələrini verərək onlara qarşı çıxanları susturmağı bacarmışdı. Xüsusilə də 1857-ci ildə həvəskar olaraq şərqşünaslıqla məşğul olan ixtiraçı Henry Talbot Kral Asiya cəmiyyətindən belə bir eksperiment təklif edir. Birinci Tiqlat Palasara aid əldə etdiyi bir kitabəni həm özünün, həm də Hinks və Rawlinsonun tərcümə etməyini və beləcə də bir-birindən azad şəkildə edilən tərcümələrin qarşılaşdırılmağını təklif edir. Cəmiyyət bunu qəbul edərək bu işə Julius Opperti də dəvət edir. Edilən 4 tərcümə arasında cüzi ayrıqlar olsa belə, ümumi oxşarlığın çox olması mix yazılarının tam olaraq aydınlaşdırılmasının carçısı idi. Bilirəm, bu qədər şey danışdıqdan sonra hələ də Şumer dilindən danışmamışıq. Çünki Şumer dilinin ortaya çıxarılmasını qavramaq üçün ondan əvvəl baş verən bu proseslərin icmalını bilmək vacib idi. Hələ 1850-ci ildə Edward Hinks mix yazılarının Sami dilində danışan insanlar tərəfindən icad edilməsi fikrinə şübhə etməyə başlamışdı. Sami dillərində samitlər sabit qaldığı halda saitlər son dərəcə dəyişkəndir. Buna görə də Samilərin öz dillərinin xüsusiyyətlərini ifadə etməyən yazı sistemini icad etmələri Hinksə məntiqsiz gəlirdi. Bundan 2 il sonra Rawlinson Ninevada tapılan yazıları tədqiq edərkən bəzilərinin 2 dildə yazıldığını və Babil dilindəki sözlərin indiyədək bilinməyən bir dildəki sözlərin qarşılığı olduğu qənaətinə gəldi. Qısacası, Rawlinson doğrudan da Şumerləri və onların dilini kəşf etmişdi. Lakin onları əvvəlcə yanlış olaraq Babil skifləri, sonra isə günümüzdə o dövrün Samilərini bildirən Akkad ifadəsi ilə adlandırmışdı. Rawlinson bu dilin əvəzli istifadəsi baxımından Monqol və Mancur dillərinə oxşadığını, amma lüğətlərinin tam fərqli olduğunu bildirmişdi.
Şumer sözünü tapıb üzə çıxarmaq isə 15 ilə yaxın bir vaxt sonra Julius Opert nəsib olacaqdı. Opert kitabələrdə rastladığı Şumer və Akkad kralı tituluna əsaslanaraq və Akkad sözünün Sami əhali tərəfindən məskunlaşmış bir bölgəyə aid olduğunu anlayaraq mix yazı sistemini icad etmiş qeyri-samilərin yaşadığı yerin isə Şumer adlandığını təxmin etdi. Həmçinin Şumer dilinin aglutinativ olmasına görə Opert onun türk, fin və macar dilləri ilə əlaqəli ola biləcəyini də irəli sürdü. Göründüyü kimi, bu şəxslərin gördükləri iş əvəz olunmazdı. Sadəcə maraq xatirinə başlayan bu proses qısa bir zaman içində Akkad dilinin aşkarlanması ilə qalmayıb, o zamana qədər bilinməyən yeni bir dünyanın, Şumer sivilizasiyasının qapısını açdı. Fransızlarla birlikdə 1877-ci ildə başlayan ekspedisiyalar və qazıntı işləri növbəti illərdə ingilislər, amerikanlar və almanlar tərəfindən də Lagaş, Nippur, Ur və Uruq kimi fərqli Şumer şəhərlərində aparılaraq minlərlə lövhələrin, məbədlərin və heykəllərin üzə çıxarılması ilə nəticələndi. Nəticədə təxminən 5000 il əvvəlki Şumer həyatına dair olduqca dolğun bir təsəvvürə malikik. Sürətlə inkişaf edən Şumerologiya sayəsində onların həyat tərzi, məktəbləri, musiqi alətləri və daha bir çox sahə barəsində dərin məlumatlarımız var. Bununla belə, elmi ədəbiyyatda hələ də tam aydınlaşdırılmamış Şumer problemi deyilən bir məsələ var. Amma bəlkə bununla bağlı başqa bir videoda görüşərik. Hələlik.